Əvəzlik əsas nitq hissələrini əvəz edən sözlərə deyilir. Yəni, əsas nitq hissəsini əvəz edən nitq hissəmiz əvəzlik olacaq. Əvəzliyin deməli özünə məxsus ümumi qrammatik mənası və şəkilçisi yoxdur. Əvəzlik nəyi əvəz eləyirsə, gedir onun yerində işlənir. Lakin bu heç də onu deməyə əsas vermir ki, əvəzlik nəyi əvəz eləyirsə, onun bütün xüsusiyyətlərini daşıyır. Xeyr, əvəzlik əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşımır. Çoxluq etibarilə daşıyır, amma hamısını daşımayacaq. Bu qədər. İndi əvəzliyin əvəz etməyi falan filan, yəni bunlar bəziləri bizə ola bilsin ki, biraz anlaşılır deyil, amma izahlar üzərində şəxs əvəzliyini izah edəndə mən onu aydınlaşdıracağam, yəni sizlər üçün. Belə, əvəzlik hətta özünü də əvəz edə bilir. Əvəzlik quruluşsa sadə, düzəltmə və mürəkkəb ola bilir. Mən, sən, o, biz, siz, yəni və s. Bunlar hamısı olur sadə əvəzliklər, bildiyiniz kimi. Kimsə, nəsə və s. Bunlar olur düzəltmə, heç kim, heç kəs və s. Bunlar da olacaq mürəkkəb əvəzliklər. Bunlar bir elə də güman edirəm ki, lazımlı deyil. Keçək ən əsas məsələ şəxs əvəzliklərinə. Qələm aça bilmədim. Şəxs əvəzliyi. Şəxs əvəzlikləri quruluşca yalnız sadə olacaq. Hansılardır şəxs əvəzlikləri? Hamımız bilirik artıq. Mən, sən, o, biz, siz və təbii ki, onlar. Şəxs əvəzlikləri hallanır, hallana bilir, belə deyək, hallanır deyəndə. Amma mənsubiyyətə görə, qabağına bir dənə x qoyuram, mənsubiyyətə görə dəyişmir. Testlərdə bizim qabağımıza çıxan ən əsas məsələ onun mənsubiyyətə görə dəyişə bilməməsidir. Şəxs əvəzlikləri, deməli, mən və, deməli, bax, yazıram. Şəxs əvəzlikləri yelik halda, ümumiyyətlə əvəzliklər, və s. Mən və biz əvəzliyi yelik hala məxsus ın üstü 4-ü qəbul etmir. I-mı qəbul edir. Bax, görürsünüz, im qəbul edir də, belə deyim. Mən və biz əvəzlikləri yelik hala mənsub olan ın üstü 4-ü qəbul etmir. Mən dedim, axı, hallanır. Hallananda, deməli, baxın, mənim deyə bir şey yoxdur, bizim də deyə bir şey yoxdur. Mənim var, bizim var. Amma yerdə qalanlar sənin, onun, onların və s. yelik halın şəkilçisini qəbul edir olduğu kimi. Bir dənə bu mən və biz istisnalıq təşkil eləyəcək. Bunu da bir dənə burada deyib saxlayırıq. Şəxs əvəzlikləri təkdə də ola bilir, cəmdə də ola bilir. Məsəl üçün, elə buradan da göründüyü kimi. Mən, sən, o, deməli, verilib təkdə. Mən, sən, deməli, təkdə işlənir. Yerdə qalanları, o elə zaten onların içərisindədir, onlar onun içərisindədir. Yerdə qalanları cəm şəkilçisi qəbul eləyə bilir. Daha sonra nə deyə bilərik? Şəxs əvəzlikləri cümlə üzvü kimi işlənə bilir. Mübtədə olar, təyin olar, zəfli olar, hətta xəbərin özü olar və s. Məsəl üçün, mübtədə olanda mən gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Vəssalam. Zəflik də ola bilər. Məsəl üçün, sizə gəlirəm. Nə edirəm? Gəldim. Hara sizə? Haraya sizə? Daha sonra, xəbər vəzifəsində də olar. Nə bilim, təyin vəzifəsində də olar. Məsəl üçün, təyin vəzifəsində nə olsun? Olsun, bizim qız ağıllı danışır. Nə bilim, bəs ağıllıdır. Qız, hansı qız? Bizim qız. Deməli, biz şəxs əvəzliklərinin müxtəlif cümlə üzvləri vasitəsilə də, yəni iştirakını görmüş olduq. Bayaq mən izahın əvvəlində dedim ki, nədir bu əvəzliyin əvəz etməyi? Əvəzlik dedim ki, əvəz edə bilir nitq hissələrin. Əvəzlik ən çox müstəqil işlənəndə əvəz edir ismi. Əvəzlik ən çox ismi əvəz eləyir. Amma bunun yanı sıra sifəti də, feili sifəti də və s. onları da əvəz edə bilir. Məsəl üçün, desə ki, onuncular gəldi, onları qarşıladıq. Qarşıladıq. Onları kimdir? Onuncular da düzdür. Deməli, nəyə əvəz elədi?
başqa bir nitq hissəsini əvəz etmiş oldu. Kimləri? Onuncuları. Sayı əvəz etmiş oldu. Həmçinin bu örnəkləri sifət və fe'li sifətin üzərinə də artırmaqla əvəzliyin nəyi əvəz etmiş olduğunu tapa bilərik. İndi isə davam edirik işarə əvəzliklərindən. İşarə əvəzlikləri necə, nə cür, hansı suallarından birinə cavab verir? İşarə əvəzliklərini sayaq. O, bu, elə, belə, həmin. Bunlar oldu bizim işarə əvəzliyimiz. Deməli, hara yazaq? Yazaq bura. O, bu, elə, belə, həmin. Bu həmin əvəzliyi ilə bağlı testdə bir məqam ağlıma gəldi. Düşür ki, morfoloji dəyişikliyə uğramır. Yəni bir dənə bu testdə sual görsəz, bilin ki, bu həmin əvəzliyidir. Əslində indi onu da nəyə görə deyir deyəcəm. Çünki təyin əvəzliklərdən danışırıq zaten. Deməli, o, bu, elə, belə, həmin. Biz burada gördük ki, o həmçinin şəxs əvəzliklərində də vardır. Şəxs əvəzliklərini bir dənə xatırlayaq. Mən, sən, o, biz, siz, onlar. O indi həm şəxs əvəzliyində də var, həm işarə əvəzliyində də var. Deməli, o əsas nitq hissələri ilə anonimdir. Bunu dənə yadda saxlayaq. O, budan sonra, bunlar ümumiyyətlə daha çox sifəti əvəz eləyir. O, bu, yəni o, bu sifəti də əvəz eləyə bilir. Şəxs əvəzliyi kimi də işlənə bilir. Sifəti əvəz eləsə təbii ki, necə, nə cür, hansı suallarından birinə cavab verəcək. O, bu, əgər, kim, nə suallarından birinə cavab verirsə, deməli, burada işarə yox, şəxs əvəzliyi olacaq. İndi məsəl üçün baxaq. Deyərəm ki, o bina qırmızı rəngdədir. O bina qırmızıdır yazaq elə. Qırmızıdır. O bina qırmızı rəngdədir deyə bilmirəm axı. Burada konkret işarədir. Aydındır. Hansı bina? O bina. Cümlənin elə ki, təyinidir. Sifətin yanında vermişik. Amma mən dedim ki, o, bu, kim, nə suallarından birinə cavab verirsə, işarə deyil. O, yəni işarə deyil, şəxs əvəzliyidir. Bu zaten şəxs əvəzliyi deyil. Amma yəni onu bundan əvəz edirik deyə mən bu dedim. Məsəl üçün, o danışır. Nədir danışır? Kim? O danışır. Aydındır? Deməli, burada da olacaq şəxs. Bir də bu cüzi fərqi də dedim. Bəs elədir. İndi keçək daha ətraflı danışaq. Deməli, o, bu, elə, belə, həmin. Mən dedim ki, işarə əvəzliklərimiz olacaq. Bəs görək, o, budan sonra bizim ən yaralı yerimiz vergülün işlənib işlənməmə məqamlarıdır. O, budan sonra əgər mən bura qabağına x qoymuşam, nələr gələrsə vergül qoyulmur. Əvəzlik gələrsə, feil gələrsə və köməkçi nitq hissələri gələrsə, o, budan sonra vergül qoyulmayacaq. Baxaq, o mənim dostumdur. Daha sonra işarə edirəm. Bax, o mənim dostumdur. Özündən sonra, o'dan sonra əvəzlik gəldi. Düzdürmü? Vergül artıq qoyulmayacaq. Daha sonra o danışır. Bax, o budan sonra nə gəldi? Feil gəldi. Deməli, vergül olmayacaq. Məsəl üçün, buya da yazaq. Bu qalmasın boynu bükük. Bu yatır. Nə bilim, bu yatacaq və s. Köməkçi nitq hissələri gələrsə, vergül qoyulmayacaq. Məsəl üçün, o da bizim tayfadandır. Cümləyə baxaq. O da bizim tayfadandır. Bax, o'dan sonra nə gəldi? Aydındır, köməkçi nitq hissəsi gəldi. Deməli, vergül olmayacaq. Bəs nə zaman vergül olacaq? Mən dedim ki, əvəzlikdir, feildir, köməkçi nitq hissəsidir gələndə vergül qoyulmur. Amma siz bilirsiniz ki, deməli, modal söz və nidalar vergül tələb edir. Düzdür? Bunlar vergül tələb edəcək. O əlbəttə gələcək. Aydındır? Biz bu vergüllərdən danışanda həm işarə üçün danışırıq, təbii ki, həm şəxs əvəzliyi üçün danışırıq. O əlbəttə gələcək. Nida da həmçinin özündən sonra deməli, o budan sonra nida gələrsə,
vergül qoyulacaq. Məsəl üçün nə yazaq? O ah nə yaman qocalıb və s. Deməli, burada da olacaq. Çox maraqlı da bir cümlə seçdik. Daha sonra güman edirəm ki, bura qədər aydındır. Gecə olmasına baxmayaraq. Fe'li sifət. O budan sonra fe'li sifət də gələrsə, deməli, vergül qoyulacaq. Yəni, bunlar ismin yerində işlənmə məqamlarıdır. Hamısının o budan danışırıqsa, ismin yerində işlənmə məqamından danışırıq əslində. Məsəl üçün, nə deyək? O yazan oğlan gəldi. O yazan oğlan gəldi. Həmçinin biz burada, indi mən əslində bunu yazmağım yaxşı oldu. Çünki yazmışam ki, deməli, əlavəli işlənərsə və həmcins üzvlərlə işlənərsə, bu qəbildəndir, amma tam belə bir şey deyil. Mən bayaq qeyd etdim ki, o budan sonra əslində əvəzlik gələrsə, vergül qoyulmayacaq. Amma indi baxaq, istisnalarımız var. O, mənim qızım bura gəlib. Bu nədir? Bu, axı, şəxs əvəzliyinin əlavəsidir, düzdürmü? Mənim qızım, mənim də əvəzlikdir. Şəxs əvəzliyinin əlavəsidir, bax bu söz. Bunun əlavəsidir. Ona görə burada vergül qoyula bilər. Bu bir. İkincisi, sən, o, sabah gələrsiniz. Elə bir şey deyirəm ki, sən və o, sabah gələrsiniz. Burada da vergül var. Çünki nəyə görə? Sadalama var, elə bir düzdürmü? Həmcinslik var. Ona görə. Bu da bir növ ona oxşadı da, elə bir baxın. O yazan oğlan gəldi. Təbii ki, burada özündən sonra əvəzlik söhbəti yoxdur. Nəysə, əsas fikri və diqqəti bura verək. Bu da belə, lövhəni də bərbaq günə qoyduqsa, bunu da qeyd eləmişdim, səhv etmirəmsə dedim. Dedim ki, kim nə suallarına cavab verərsə, şəxs əvəzliyi olur. Məsəl üçün, o gəldi, onu çağır. Həmçinin, onu, şəxs yoxsa işarə əvəzliyi olmağını bilmək üçün, şəxsin üzərinə, düzdürmü, hal şəkilçiləri artırlar da. Məsəl üçün, onu çağır. Bax, hal şəkilçisindən işlənibsə, şəxsdir. Şəxs əvəzliyidir. O söhbət, o kitab, nə bilim, hansı sualına da deyir cavab verərsə, burada da olacaq nə? İşarə əvəzliyi. Məncə, bunları heç deməsəydim də olardı, amma nəysə dedim. Sonra qeyd etmişəm ki, o budan sonra, o bu mənsubiyyət şəkilçisi ilə işlənə bilməz. Elə və belə yazmışam əvəzlikləri. Biz dedik ki, işarə əvəzlikləri o, bu, elə belə həmindir. Elə və belə ikili nitq hissəsinin xüsusiyyətlərini daşıyır. Məsəl üçün, deyə bilərəm ki, elə danışma. Burada nə olacaq? Burada əvəzlik olmayacaq. Burada artıq olacaq nə? Hərəkətvari bir şey, zərf. Bir də elə danışma, belə danışma, elə baxma, belə baxma və s. Yəni, elə və belə testdə düşən məqamlardır ki, ikili xüsusiyyət daşıyacaq. Yəni, bunlar da əslində amonimdir. O da amonim idi, onu da mən bayaq qeyd etdim. Daha sonra, elə və belə, bunların mənsubiyyətlə işlənib işlənməməsi məqamı var əslində. Mən deyim ki, o, bu mənsubiyyət şəkilçisindən işlənmir. Elə və belə nə zaman işlənir? Elə və belə işlənə bilər. Elə və belə, yəni, deməli, ikili xüsusiyyət danışır. Bunlardan dedik, mənsubiyyət və hal şəkilçiləri ilə işlənərkən ismin yerində işlənə bilər. Məsəl üçün, yazmışam nə? Elələri lap zəhləmi tökür. İsmi əvəz edir yazmışam. Bir dənə də gülüş smaylik atmışam. İndi onu biraz da buradan yazaq. Yazaq ki, belələrini tanıyıram. Baxın, ismi məxsus olan görün nə qədər kateqoriyalar qəbul edib. Cəm qəbul edib, mənsubiyyət qəbul edib, hətta hal şəkilçisi qəbul edib. Belələrini nə dedim? Tanıyıram dedim. Lap başqa bir şey olsun. Aha. Deməli, bu zaman elə və belə əvəzliyindən deyə bilərik ki, haqq qazandıra bilərik ki, elə və belə mənsubiyyət şəkilçisi ilə işlənə bilər. O, bu işlənmir. Yerdə qalan demək olar ki, bütün məqamları da qeyd etdik. Gəlin haqqında danışaq, əvəzliyin yerdə qalan 3 məna növündən. Başlayaq qeyri-müəyyən əvəzlikdən. Qeyri-müəyyən əvəzlik daha çox elə yenə isimlə bağlı olur. Qeyri-müəyyən əşyanı, şəxsi bildirir. Qeyri-müəyyən şəxsi bildirir daha çox. Yazmışıq hər şey, nəsə, kimsə, filan kəs, hər nə, hərə, hamı, biri və s. Qeyri-müəyyən əvəzliklərdə açar sözlərə fikir verin. Məsəl üçün, deyə bilər ki, qeyri-müəyyən əvəzliklər cəmlənir, səhvdir.
Yaxud da deyə bilər ki, cəmlənmir, yenə səhvdir. Baxır hansılar cəmlənir, hansılar cəmlənmir. Deməli, kimsə filan kəs cəmlənir. Məsəl üçün, deyər ki, filan kəslər gəldi. Buradan yazaq artıq, başqa yerimiz yoxdur. Filan kəslər gəldi, nə bilim, kimsələrin etdiyi səhvi təkrarlama və s. Belə. Daha sonra, bunlar cəmlənirlər. Hərə, hamı, biri, bunlar yazmışam ki, qabağına bir x qoymuşam, bilmirəm, oradan şuadan görünür, yoxsa görünmür. Bunlar cəmlənmir. Hərələr, hamılar, birilər görürsünüz ki, mənada verməyəcək. Bunlar da oldu cəmlənməyən, qeyri-müəyyən əvəzliklər. Başlarına kod yazmışam, sadə düzəltmə və mürəkkəb olurlar. Nəsə bu düzəltmə deyəndə düzəltmə kimi çıxır tələffüzdə. Quruluşca növündən də danışdıq. Onları bir yerdə yadda saxlamağa əslində ehtiyac yoxdur. Sonra qeyd etmişəm ki, əsasən mənsubiyyətə görə dəyişirlər. Əsasən dəyişirlər. Onun heç kəsi də düzdürmü? Yəlik, sonra mənsubiyyət. Bu heç kəsdəki i nədir? Mənsubiyyət şəkilçisidir. Onun heç kəsi yoxdur. Onun heç kimi yoxdur. Və s. Cümlə üzvləri vəzifəsində işlənə bilər. Təyin çox az olur, istisna hallarda olur. Ən çox da tamamlıqla deməli xəbər olacaqdır. Xəbər şəklində sözüm filan kəslərədir. Kimlərədir? Sözüm. Nə? Sözüm. Tamamlıq kimi ola bilər. Məsəl üçün, nə etdin, çağırdın, kim, sən. Nəyi, kimi çağırdın, hamını çağırdın. Xəbərin də xəttin qoyaq, bu boyun bükük qalmasın. Bəzi əvəzliyi, xüsusilə daha çox bəzi olur əslində təyin kimi işlənəndə. Bəzi tapşırıqları yazdım. Nə etdim, yazdım. Nəyi tapşırıqları, hansı tapşırıqları, bəzi tapşırıqları. İndi, mən burada qeyd etmişəm ki, kimsə əvəzliyi var. Kimsəni biz iki məqamda görə bilərik. Məsəl üçün, kimsəni mən heç kimlə əvəz eləyə bilirəmsə, kimsə heç kim bunları paralel şəkildə işlədə bilirəmsə, bu inkarda işlədilən sözdür. Məsəl üçün, yazmışam ki, kimsə xətrinə dəyə bilməz. Oradan nə dərəcədə görünür bu, bilmirəm. Kimsə xətrinə dəyə bilməz. Heç kim xətrinə dəyə bilməz deyirəmsə, burada inkarda olan sözdür. Amma, məsəl üçün, deyirəm ki, qeyri-müəyyən əvəzlik kimi. Kimsə gəldi, heç kim gəldi, olar, olmaz. Deməli, burada nədir? Burada artıq ikincidə olacaq qeyri-müəyyən əvəzlik. Təyin əvəzliklərdən danışaq. Təyin əvəzliklər hər, bütün, öz, filan, cümlə və eyni yazmışam. O cümlə və eynini yazmışam ki, onlara da fikir verək. Uşaqlar avtomatik olaraq fokuslandırırlar ki, hər, bütün, öz, filan, vəssalam. Amma onlara da fikir vermək lazımdır. Sonra yazmışam ki, hər və bütün əvəzlikləri heç bir şəkilçi qəbul etməyəcək. Testlərə də bu daha çox düşür. Yəni, morfoloji cəhətdən dəyişikliyə uğramayacaqlar. Sonra, mən qeyd etdim ki, hər, bütün, öz, filan. Bunları təyin əvəzlik kimi işlədək. Nümunələr yazmışam ki, yaddan çıxmasın, yəni onları da izah edək. Məsələn, yazmışam ki, filan kitab, bütün aləm, bütün əsər. Baxın, özündən sonra gələn ismi təyin elədi. Əsər deyəndə, məsəl üçün, hansı əsər? Bütün əsərlər. Təyin əvəzliyin əslində elə işi, mahiyyəti bundan ibarətdir ki, özündən sonra gələn təyin eləsin. Ümumi bir ad altında. Və yazmışam ki, quruluşca ancaq sadə olur. Quruluşca yalnız sadə olacaq. İndiyə qədər keçdiklərimizə fikir verin ki, hansı quruluşca sadə düzəltmə və mürəkkəb oldu, hansı sadə oldu. Yəni, bunlara da fokuslansaq, bəs eləyəcək artıq. Öz əvəzliyi substantivləşə bilir. Nə zaman olur? Mənsubiyyət şəkilçisi qəbul edəndən sonra. Məsəl üçün, özüm və s. Mənim özüm mənasındadır, yəni özüm. Həmçinin yazmışam ki, lar-lər şəkilçisi də qəbul eləyə bilər. Özləri gəldi. Cəm şəkilçisi də qəbul eləyə bilir. Bu qədər. Və qeyd etmişəm ki, öz əvəzliyi şəxs əvəzliyinin özünü də əvəz eləyə bilir. Məsəl üçün, mən şəxs əvəzliyidir, mən gəldim, baxın, özüm gəldim. Deməli, təyin əvəzlik gördünüzmü? Əvəzliyin özündə əvəz etmiş oldu. Bu qədər. İndi isə keçid alaq sonuncu növə sual əvəzlikləri. Sual əvəzliyin də başına yazmışam ki, sadə, düzəltmə və mürəkkəb ola bilir quruluşuna görə. Sual əvəzlikləri deyəndə donub qalır bəzən tələbələr. Tələbə deyəndə, yəni
yaşından asılı olmayaraq hər kim bizi izləyirsə, çalışın bu məqamlara fikir verin. Yəni sual əvəzlikləri bütün əsas nitq hissələrinin suallarını daşıyır. Yəni bütün əsas nitq hissələrinin sualları əslində sual əvəzlikləri olacaq. Bir də oraya yazmışam ki, sual vermədən deməli cümlə üzvü vəzifəsində çıxış eləyə bilir. Kim, nə vaxt, hansı, necə, nə cür və s. Bütün yəni nə qədər əsas nitq hissələrinin sualları varsa, hər şey daxil sual əvəzlikləri olacaq. Sual əvəzliyi yeganə əvəzliyin növüdür ki, yeganə deyəndə ən çox bu olur da. Yəni sual əvəzliyi əvəzliyin özünü də əvəz eləyə bilir. İndi nümunəsi yazmışam. Məsəl üçün başqa bir şeydən danışaq. Hara yazmışam, düzdürmü? Hara nəyin sualıdır? Əlbəttə bilirik. Bakı gözəl şəhərdir. Hara? Bakı. Daha sonra kim? O danışır. Baxın, o nədir? Şəxs əvəzliyidir. Vergüldə qoymamışam. Vergülün işləmə məqamından da danışmışdıq bayaq. Əvəzliyin özünü artıq əvəz elədi. Bu qədər. Sonra yazmışam necə? Belə yalan, belə kitab sifəti də əvəz eləyirsə, deməli burada necə sualına cavab verəcək. Bir dənə də lövhəni təmizləyirəm. Ümumiləşdirmələrim var, əlavə qeydlərim var. Onlar haqqında da 1-2 dəqiqə danışacağım. Əvəzliyin izahı bitmiş olacaq artıq. Son olaraq da qeyd etdiyim kimi əvəzlik haqqında ümumiləşdirmələr, bunların yəni 60-70% mənim öz şəxsi qeydlərimdir. Yerdə qalan o xırda cüzi hissələrdə kitablarda olub diqqət yetirilməli olan məqamlardır, belə deyim. Məsəl üçün bunu mən özüm sona saxladım. Bayaq əslində şəxs və işarə əvəzliyi haqqında danışanda deyə bilərdim. Çox orada toxunmadım. Məsəl üçün bizə cümlələr verilə bilər. Məsəl üçün buraya yazmışam ki, o binada yaşayır. Görəsən mən hardan bilim ki, burada şəxsdir, yoxsa işarədir? Əslində hər ikisi ola bilər. Məsəl üçün deyərəm ki, o binada yaşayır. O, yəni bir kimsə, insan mənasında o binada yaşayır. Bir də deyirəm ki, o binada yaşayır. Özündən sonra gələni təyin elədi elə bir. Düzdürmü? O bina, hansı bina? O binada yaşayır. Məsəl üçün deyə bilərəm ki, Əhməd o binada yaşayır. Aydındır? Bu şəkildə. Bir dənə bu məqamlara fikir verək. Sonra yazmışam ki, kimlikdir, mənimsəməkdir. Bunlar deməli əvəzlikdən düzələn sözlərdir. Testlərdə çoxca qarşımıza çıxır bu iki söz. Kimlik və mənimsəmək əvəzlikdən düzələn sözlərdir. Lakin sənsizlik və onluq sözləri əvəzlikdən düzəlməyiblər. Bunları da bir dənə belə yadda saxlayaq. Bu cümlə eyniyyət etibarilə düşə bilər sizə. Bu hissəyə qədər eynidir. Buradan sonraki xəbəri biraz dəyişmiş formada verə bilərlər. Deməli, bu indi yaxşı danışır. Bax, indi. Nədir? Hansı nitq hissəsidir? Zamandır, düzdür? Deməli, bax, burada vergül qoyulacaq. Burada vergül var. Çox məqamda biz çaşırıq. Çünki biz elə öyrəşmişik ki, məsəl üçün deyək ki, o budan sonra feil gəlirsə vergül yoxdur, filan şey varsa yoxdur. Amma belə məqamlar yaddan çıxır. Sonra yazmışam ki, işarə və deməli, qeyri-müəyyən əvəzlikləri mənsubiyyətə görə dəyişmirlər. Bir dənə də bu ümumi qeydi verək. Sonra yazmışam biz, nə, elə və necə ikili cümlə üzvü xüsusiyyətlərini daşıyır. Sonra da yazmışam ki, sizinkinindir, bizimkinindir. Bu formada verilənlər əvəzlik sayılmayacaqlar artıq bizdə. Testlərdə də bunları görəndə elə bizimi görüb, sizini görüb birbaşa onların üzərinə düşməyək. Bu qəbildən olan sözlər əvəzlik sayılmayacaq yerinə görə. Bu qədər əvəzliyin izahından izlədiyiniz üçün təşəkkür edirəm. Gecə olmasına baxmayaraq uzun bir müddət idi ki, video atmırdım deyə həvəsə gəldim. İzləməyi, bəyənməyi və paylaşmağı unutmayaq. Sağ olun, salamat qalın.